bir köşədən edirəm. Yəni mən bunu edirəm. Mənim yəni biz uşaq deyilik, yetərincə yaşımız var. Yenə də deyirəm, mən burada insanlara mənə şeir səsləndirib atırlar dəfələrlə. Respublikanın istənilən bölgələrindən insanlar var. Mən açıb göstərə də bilərəm o mesajları sizə ki, mən istəyirəm ki, sizin kimi şeir səsləndirim. Mən də izah edirəm, səsləndirir, atır. Burada bu səhv etmirsən, burada bu səhv etmirsən, bunu etmə. Yəni, bu kimlərə qıcıq gətirə bilər? Kim bunu sevməyə bilər? Mən yenə də deyirəm, məni sevməyə bilərsiniz, ədəbiyyatı sevməyə bilərsiniz, şeiri sevməyə bilərsiniz. Amma doğma ana dilimizi sevməyən bir insan kim ola bilər? Zaten buna siz cavab verin. Hədiyələri deyim. Buyurun İlqam. Bir TikTok killer 211'den geldi. Bir TikTok'un birinci xanı adından geldi. Bir de doktor. Məni unutsan elə unut ki, səndən sonra heç kimin yadına düşməyim. Bu da. Bugün Anar müəllim gedəcək deyənlər gülsün, Xan gedəcək deyənlər ağlasın. Hal-hazırda Xan geridədir, özü çox geridədir. Xan, bayaqla bir dənə yüngül səslədin. Nəticəsini gördük. Bəlkə bir dənə də prov eləyəsən. Amma haqqındır da, yəni qarışmışsa istəməlisən də. Məni kimlərisə təkləməyi qorxuda bilməz. Mən özüm ailəmin tək evladıyam. Allah da təkdir. Təkləri Allah da sevir və Allahın qurduğu qismətlə həyatımızı yaşayırıq. Burada qismətdə getmək varsa gedərəm. Nizat, bir də səndən xahiş edirəm. Mənim adımla mənim üstümə hədiyyə atırlar. Onları xahiş edirəm. TikTok'un birinci xanı məndən mi sən deyir? TikTok'un mənim adım birinci xan yazılıb adım profil. TikTok'un birinci xanı yazıb. Mən də deyirəm yəqin kimsə o vaxtdan girib elədi. Mən bilmirəm. Yox, birinci xan profilim mənim adımadır. Hə, onun fikir verir. Yəni belə şeylər məni heç nə eləyə bilməz. Qıcıqlandıra da bilməz. Uğurunuz bol olsun. Mən sevinirəm ki, Anar müəllimə dəstək olunur. Sevinirəm ki, Anar müəllim burada qalacaq. İnanıram ki də Anar müəllim mübarizəsinin axıra kimi layiqli şəkildə davam etdirəcək. Əgər kimsə də mənim burada qalmağımı istəyirsə, özünü göstərə bilər. Başqa da heç nə. Allah can sağlığı versin. Söz istəyirəm, bayaqdan atırlar balaca hədiyələr, mikrofon, boks əlcəyi, ulduzlar arasında, milli maşın, bir də şir. Yəni kim dəstək olmaq istəsə, bu hədiyələrdən ata bilər. Doktor, geri dönmək, yenidən gil, palçıq olmaq istəmirəm. Məni elə sev ki, yenidən palçıq yox, bir yolluq yox olum. 37K Anar müəllim. Anar müəllim, gəlim. Bu kimdir, sizi izləyən biri deyəqin? Nədir belə, bu nə sözlərdir maraqlı? Azərbaycanın qeyrətli oğlanları bizim ədəbiyyatımızı sevir. Mən buradan dəyərli şairimiz Akşin Yenisəyə salam deyirəm və bütün şairlərimizə salam deyirəm. Yenə də Sadımın əqrəbi sol qolumu sancıb, zamanın zəhərini qatıb qanıma. Şeirin axırında da belə deyir də Anar müəllim. İnsanları tanrı olmaq istəyi öldürür, yarpağı ağac olmaq istəyi qurudur. Arkadaşlar yatır şey. Yatırlar bunlar. Tərlan, sənə ayıb olsun. Bu nədir Kiko? İkisi də. Kanal nedir? Biri şeirin. Rumiyanadır, highlighterdir. Mən onların arasına necə girim? Biri şeirin əvvəlini deyir, biri axırını. Onlar... Can hardly sleep at night.
Nə dedin? Salla nə dedin? Adam bilmir bura meyxanadır yoxsa o TikTok'dur. Biri kafiye açır, biri bağlayır. Bu nədir? 2 dəqiqə. Arzu xan, Tərlan bax sən də deyən necə? Hə. Və gözlənilən TikTok gəldi. Jet buludun üstündə bizə baxır. Gələ. Gələ. Aliyevdən 2 TikTok. 72K. Mən deyirdim bu səssizliyin altında bir şeylər var, Anar müəllim. Bu baxışların arxasında bir nəsə gizlənir. Anar mənim 7 milyon yarım qalıb ha hələ. Ya, qalıb. Çünki 7 milyon yarım 8 idi, başda 3'ü yedib də. Yox, şəxsi deyil, dostlarının profilidir. Bildiyimizə görə. Kimin idi? Aliyev. Bəli, mənim dostum Londondan Aliyev. Salamlayırıq buradan. Salamlayırıq. Arzu xanım dedi və elədi. Tərlan bax, xana dəstək ola bilərsən. Yox, bildim də başa düşdüm. Xana dəstək ola bilərsən bu dəqiqə. Bax, geridədir də bu adam. Yox, Niyə? elə. Ya doğrudan da zarafat eləmirəm. Qardaş izə geridədir bu. Əzizlər, biz bilirəm də, sən də elə dirəşmirsən. Dəstək oldu, onda görə ya səs istəyir. At da öz balansından da. Mən balansı yox. Rəşə deyim, nədir, nə atın sən pulundan? De. Deyirsən, danış. 2 dəqiqə vaxtım. 35 dəqiqə qalıb yarışmanın qutarmağına, Uğurlar. bitməsinə. Bugün qalib hələ ki Anar müəllim görünür, amma mən ən sonunda Pusi gözləyirəm. Pusi ola bilər. Buradan onun qardaşa, onuna da dərin təşəkkürümü bildirirəm. Səncə Pusi var? Və bir söz deyim, əzizlərim, əziz gözəl izləyicilərimiz. Bunu bilin ki, bir daha açıqlayıram. O bəzi yayıncılar buradadır. Başqa fake səhifə ilə də buradan izləyənlər var. O yayıncılardan. Bunu buradan bilməyinizi istəyirəm ki, mən hansısa prinsipin qurbanı deyiləm. Mənə olunan dəstəklər, mənə olunan sevgidəndir. Allaha çox şükür. Və min şükür Allaha ki, yenə deyirəm, Allah səbr edənləri sevir və Allah səbr edənlərin yanındadır. Mənim heç kimə qarşı nə kin, nə küdrətim yoxdur. Min şükür Allaha. Nə deyirəm, bir qəlbdə ki, Allah varsa, orada kin küdrət ola bilməz. Gördüyünüz kimi deyirəm, gülürəm, öz aləmimdəyəm. Allaha sığınıram, Allaha inanıram. Oyundur, bilmək olmaz nə olacaq. Amma bunu demək istəyirəm ki, ikisi də oturub, Bakiniskidən gözlə neçəyə satıb görəsən. Piyaq kilovarda satdığıdır. Anar müəllimə. Görəsən neçədən satdırıb, bir dəqiqə lan. 500 manata. Buradan gedəndən sonra. Anar müəllimə hədiyyə gəldi. Bir dostu tərəfindən. Mən deyirəm ki, Anicat, sabah mən çıxıb getsəm evə, bəs olar ki, mən gündə 2 saat gilavarda siz oturanda gəlim. Niyə olmur ki? Sən bizə görə gəlmirsən ki, onsuz da yeməyə görə gəlirsən. Məlum məsələdir. Onu deyirəm, nəsə görə gəlsəm patentdə gəlir. Çörəyə yağa nətər batırsa, çörək qaldı əlində, əli girdi yağa. Dırnağı ilə keçdi. Gözlə də qardaşım, bu danışında. Onsuz da heç kim söhbət eləmir. Bu danışın. Qoy danışaqda mən danışaq. Söhbət eləyirəm. Yoxum tutur mən sən danışaq. Gül danışdıraq, cəmaət dəstək. Gülüm. Nə deyir? Ha, nə verin? Gözlə də, söhbəti gələn. Mən özümlə fəxr edirəm ki, bu günə kimi gəlmişəm. Bir. İkincisi, kimisə əlində oyuncaq olub, kimisə saxta sözlərinə inanıb, kimisə sözü ilə oturub durmamışam. Öz beynimin məhsuludur bura kimi gəlməyim. Knopkam özümdə olub, heç kəsin əlində olmayıbdır. Ən əsası bununla fəxr edirəm. Arif öpürəm.
Üstümə atılan xallar ancaq sevinc yaradır məndə ki, nəsə eləmişəm ki, üstümə bu qədər xal vurulur. Anar müəllimin özünün uğurudur bu. Anar müəllimə özünə olan sevgidir bu. Amma mən də fəxr edirəm ki, belə bir kişi ilə çıxmışam duelə, belə bir şəxsiyyət tərəfindən də uzaqlaşdırılacam buradan. Öpürəm hamınızı. Əliyev adından 3 TikTok. Anar müəllimə. Çox sağ ol. Lənət Çox sağ olsun. ol. Hiç beklemediği anda Gözəl geldi dostum. dostum. Mənim uzun zaman tanıdığım, dəyər verdiyim insan, gözəl insan. Var olun. Tərlan səs istəmədi ya Nicat. Nə imkan verdi? Deməsəydim ki, səs istəyə bilərsən. Başlayıb hər şeydən danışdın ondan başqa. Deyirəm, səs istəyə bilərsən, hə yoxsa yox. Söhbət eləyim də, danışım da. Danış da yaxşı. Çünki mənim əzizim, o baxıram ki, bəziləri baxıram ki, buradan özünü yayınlarda otururlar, bomba danışırlar, amma halbuki, yəni bombanın onlardan xəbəri yoxdur. Başa düşdün? Yəni Google'dan axtarmış ki, bomba sözlər o çıxıb. Mən yorğunam, qardaş. Mən saat 3-dən buradayam. Saat 1-də evə gedirəm. 2-dən. Bunlar hamısı yatmışdı. Hə. Lənət olsun. Son yarım saat. Adam nə desin, bilmirəm, valla bilmirəm nə deyim. Aza, bu vəziyyət sənə sərf eləyir, Paprika, Anar bəyin irəlidə olmağı. Mən axı ən əvvəldə dedim mənə az fərq eləyir kimin qalıb, kimin getməyi. Amma bu vəziyyət mənə sərf eləmir. Bu vəziyyət mənə sərf eləmir. Anar bəy də mənim üçün ki, böyük rəqibdir, böyük yəni ki, dəstəyi var. Necə həmişə deyir Anar müəllim ki, mən istəyirəm ki, buradan güclü getsin. Birdən əstəğfurullah, birdən hayda, gücsüz deyil dedim və bir dənə şir gəldi. Vay. Prosta ki, bu Tərlan var ha, dayanmadan Yəni ya mikrofon götürüb danışır, ya telefonda kiminlənsə danışır, ya telefonda kiminlənsə didişir. Ancaq da sözü budur ki, başa düşmürəm axı, nə deyirsən? Ancaq sözü budur. Telefondakı bədbəxt deməli yazı yazır, səs atır buna, zəng vurur sözünü deyir, ancaq bunun bir sözü var. Başa düşmürəm axı, nə deyirsən? Öz bildiyin axırda eləyir, sonra bilib, başa düşməmişdim axı, nə deyirdin? Bəlkə də xan orada yenə qayıtdı, dedi ki, mənə deyir ki, mən əgər qalsam, Tərlanı çıxartmaqdır arzum. Hə. Bu sözü deyir, mən ona necə orada xəzin orada hər tərəfli yollarını öz yolunu hər tərəfli bağlayıb. yəni arada bu qədər fərq var. Amma xana hələ də hədiyyə gəlir. Və 2 dənə də şir gəlib. TikTok gəlir. 1 saniyə. Həci atıb deyir ki, biz adımızı çəkməyə utanmırıq. Lazım olsa xanı qalib edərik. Mən burada WhatsApp-am qardaş. Yazışırlar mənim üstümdə. Hacı, sənin ürəyinə qurban, sənin bu günə kimi elədiyin hər bir şey mənim gözümdə bir böyük dağdır. Allah sənin o gözəl ürəyinə görə versin, Allah sənin canını sağ eləsin. Mən zaten həmişə demişəm ki, gözəl qardaşlar daimi mənim yanımdadır. Allah onların hamısını ürəyinə görə versin. Öz adınla atdığın üçün də sənə ayrıca təşəkkür edirəm, əziz qardaşım. Bir də Ruhin bayaqdan çox əsəbidir mənim burada olmağıma. Ruhin qardaşıma demək istəyirəm ki, Ruhin, bizim gördüklərimiz və əlimizdə olanlar bizə ömrümüzün axırına kimi bəsdir mənim qardaşım. Sakitləş. Bayaq ki şiir bir dənəsi o Vəfalıdan idi. Vəfalıdan xana. Ol səni Vəfalı.
Vəfalı həm Aziya dəstək olur, həm Elçinə dəstək olurdu, həm də Xana. Amma məncə Vəfalı buradadırsa, burada təhlükə var. Vəfalı, təşəkkür edirəm əziz qardaş. Minnətdaram sənə. Çox sağ ol. Vəfalı qardaşları Allah qorusun. İnşallah ki Allah da sənin ürəyinə görə versin əziz qardaşım. 100% pisi var. Yan azı. Gəl. Sessiz. Ağlar. Lənət olsun, əgər olur Bir dənə söz deyim. Anar bəy qalib gəlirsə, kazanırsa onunla yüz-yüzə oturur muydun dostum? Otururdum dostum. Kazanır mı? Mən elə fikirləşirəm ki, Anar bəy qalib gələcək və mən onunla üz-üzə oturacağam növbəti dueldə. Və növbəti dueldən sağ-salamat çıxsam, inşallah ki, yox. Niyə dilimə? Ya, arzunu çıxartmayacağam. Mən elə gəlir ki, növbəti dueldən mən sağ-salamat çıxsam, oturacağam. Bəli, mən finala gedəcəm və finalda Tərlanla oturacağam və bu bütün hamının, bizi izləyən hamının böyük arzusudur ki, bizi Tərlanla orada görmək. Bizim duelimiz hamıya maraqlıdır. Çünki bu dəqiqə konflikt bizim günorta yayınımızda da 1-lə 2-ni həmişə Tərlanla bölüşürük. Ona görə də hər şey maraqlıdır. Görək nə olur, inşallah yaxşı olar. Tərlanla Anar bəy. Tərlanla Anar bəy oturacaq orada. Mən nəyəm bəs? Mən yox, çıxmayacam, sizə elə gəlir. Nə? Monitora bax da zəm. Yenə gəldi. Yenə gəldi. Kimdən gəldi? Neçə dənə gəlib? Bir dənə? Mən bir dənə gördüm. Anar bəy. Bir dənə. Baxmaq istəyirsiniz? Mixaildan Xana. 30k. Mixailo, təşəkkür edirəm. Çox sağ ol əziz qardaş. 30k öz hədiyyəsidir də. Bir dənə aç görək halları. Çox sağ ol əziz qardaş, minnətdaram. Balaca hədiyyə atan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Nə qədər Necə? O hesablayır da. 450 min fərq var. Bir də çatda sevinməyə halım var, üstümə 600 min. Bundan sonra nəyəsə, gələ bir 7 dənə paket gəlsin ki, mən sevinəm. Ən sonda ümid ölür, Murad əmi, ən sonda ümid ölür. Ümid onda öləcək ki, orada qırmızı saniyələr yaranacaq və bir saniyəsində mənim ümidim öləcək. Hələ ki, ümidim var, həm maşına, həm oyunu udmağa. İnşallah ki də Allahın izni ilə elə qalib də gələcək. Maşını olacaq. Xan bayaq bir dənə qəşəng sözdür ki, deyim mən bu 5-yə qədər gəlmişəmsə, yəni istəmirəm də əli boş yedim qardaş. Düz deyir də, yəni dəstək olmaq lazımdır ki, bu adam əli boş getməsin buradan. Necat, gəl bir dənə bura söz soruşuram səndən. Yəni bütün iştirakçıların fikirlərini səslən. Səncə, sənə öz şəxsi fikrini soruşuram ha. Bugünün qalibi kimdir? Anar mənim. Səbəb? Öyle fikir səbəb deyəndə, yəni... Yox, yəni sən istəyirsən söhbətdə öyrə, yəni... Nəticələrə də baxma, mən nəticələrdən belə bir şey görürəm ki, 600 min Anar müəllimdir. Xana hələ də şir gəlir. İndi bilmirəm, xalı az görünməsin deyədir, yoxsa işarədir ki, biz hələ buradayıq, onu bilmək olmur. Amma yəni o xalın üstünə hələ də hədiyyələr gəlsə, məncə axırda hər şey ola bilər. Mən elə gəlsin şirlərə belə atmayıblar. Mən elə fikirləşirəm. Yox. Anar mənim bir əhvalı yoxdur, valla. Səbəbini də demir. Nicat gəldi bir dənədir. Nə? TikTok. 2 dənədir. 2 dənə. 3 dənə. Aliyevdən 3 dənə də TikTok. Anar müəllimə. 3 dənə TikTok Aliyevdən. Mənim bu 75 şiri görəndə həyəcanlanmışdım, amma indi nitqim quruyur. Yəni 75 dənə gəlmişdi. Belə bilmirəm 70. Bilmirəm, yəni orada görmüşdü də onunsa. Ola bilər. Bilmirəm da indi o 71 olsun da. 71.
mən təşəkkür etmək istəyirəm. Mənə dəyər verib, Sakit. mənə dəstək olan Aliyev. Vallahi Sakit. yenə mən dedim etməyin, dedim ki, əziyyət vermək istəmirəm. Siz belə qərar verdiniz. Var olun, dəyərli insan. Və mənim əziz qardaşım. Allah sizi qorusun. Tamam, dinlə biz də gülək də, qardaş, nəyə gülürsən sən? Aa, bu yığıb buna bax. Sağ bir daha buna bax, o yığıb sağında qız, solunda qız gülür. Niyə? Biz də o sakit durub yatırıq. Yox, başa düşdün, nəyə gülürdün? Sən ona nəyə gülürdün? Nə deyirdi o? Günorta bir-birini qırırdılar indi. Yox, bunlar gülürlər, birdən belə səs gəldi. Mən dedim, Qoyun ətinin içində nə var idi? Nə danışır? nə Sen niye gülüyorsun? O Türkiye'ye gelir, o Türkiye'ye gidip gelir. O yok öyle. Vaxtı mən deyim də sizə. Bir dənə deyim də, deməli arzudur ki, bir dənə gəl deyim nəyə gülürük. Mən də döndüm ki, gördüm buradan səs gəlir, dedim buna gül. Dedi ki, gəl deyə nəyə gülürük, dedim dinən belə elə deyə. Başqa da heç nə başa düşmədim də. Dalıcan da bu götürdü belə bir yer. Dedi nəsə heç nə başa düşmədim, ancaq ona gülürəm. Biri belə eləyib, biri nə olub? Xan səs səsində var. Xan elə adama baxır gəl. Əziz dostlarım, yarım milyon geridəyəm. Yox, hər şey ola bilər. Mən elə tanıdığım adam yoxdur ki, mən yarım milyon atsın da, başa düşdün. Acı reallıqla barışmaq lazımdır. Bütün kərtənkələr aşkına. İnşallah ki, bir möcüzə olar. Bundan sonrası möcüzədir. Olmasa da ki, qismətdən artıq yemək olmaz həyatı. Olar. İnşallah ki, olar möcüzə, qalarıq. Olmaz da ki, gələcəyim yer dostlarımın yanıdır, dəstəkçilərimin qucağıdır. Dedi də. Belə bir Gəl bura necə? Ay necə? Gəl bura. Gəl biraz danış da, qardaş. Onlar öz fikirləri bildiriblər hamısı. Mən ancaq vaxtdan deyə bilərəm, 20 dəqiqə qalıb. Qoy sponsorlar. Zeynallı MMC-yə təşəkkürlərimi bildirirəm. Bu cür gözəl studiya hazırlayıb bizim üçün, qiymətləri çox münasibdir. Nömrəsi 805 804 0 neçə? 50 804 24 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Veriliş boyu zəng eləsiniz, yəni daha ucuz qiymət əldə edə bilərsiniz. Çünki sonradan qiymətlər ola bilsin, dəyişə bilər. Hal-hazırda 2 həftəlik kampaniya qoymuşduq. Qiymətlər çox münasibdir. Biz ona təşəkkürlərimizi bildiririk. Biz çünki bizim iştirakçılarımızı susuz qoymurlar. Enerji içkisi ilə təmin edir. Təşəkkürlərimi bildirirəm. Baku Power'ə təşəkkürlərimi bildirirəm. Niyə? Ona görə ki, iştirakçılarımızın imkan vermir ki, telefonlarının zaryadkası sakit sərdə zaryadkası qutarsın. Zaryadka ilə təmin edir. Maşallah, pastayanı polunu zaryadkada gəzilər. Julien nə idi? Haval Avtomobil şirkətinə təşəkkürlərimi bildirirəm. Baş sponsorumuzdur. Ən baş sponsorumuzdur. Lap baş sponsorumuzdur. Çünki birinci yerin qalibinə Julien markalı avtomobil hədiyyə olunacaq. 3 TikTok gəlib. Burada bizə nə deyir? Həm də ki, istəyir onda nə TikTok gəlsin. Avtomatik ora hesablanır. Ay əziz izləyicilər. Anar müəllim özü buradadır. Nəsə haqsızlıq olsa özü bizə deyəcək. 3 dənə TikTok gəlib. Ondan qabaq ola bilər bir dənə gəlsin, amma Anar müəllimin hədiyyəsi özü TikTokdur. Avtomatik yazılanda o ora koda düşür. O barədə narahat olmayın. Olmayın. Haqsızlıq olsa sakit. Orada Əgər haqsızlıq olsa Anar müəllim özü buradadır.
Anar müəllim özü deyəcək ki, qardaş, mənə 4 dənə gəlmişə, 5 dənə gəlmişə. Amma TikTok atılan kimi avtomatik xal ora hesablanır. Julien'dən danışırdım. Birinci yerin qalibinə 44.000 AZN-lik, 44.000 manatlıq Julien markalı 0 avtomobil hədiyyə olunacaq. Və Atlas Travel-a təşəkkürlərimi bildirirəm. Atlas Travel ikinci və üçüncü yerin qalibinə Antalya və Misrə 2 nəfərlik 5 ulduzlu otelə səyahət verəcək. Və kilo var. Qarnımızın toxdur. Şir gəldi. Kilovara da. Kövrək kərtənkələdən xana bir dənə şir. Hələ də xana hədiyyələr gəlir. Bu da o deməkdir ki, axıra yaxın çönmə ola bilər, pusi ola bilər. Bütün kərtənkələlər adından, bütün evə gedən kərtənkələlər adından kövrək kərtənkələyə öz təşəkkürümü bildirirəm. Allah sənə qorusun mənim qardaşım. Allah ruzi və bərəkət qatsın inşallah. Anar bəy, yəni bu dəqiqə olan məlumata görə siz irəliləsiz. Yəni qalib gəlmə şansınız daha çoxdur. Və ona görə də avtomatik olaraq sualı sizə verirəm. Amma çox xahiş edirəm, səmimi cavab verin mənə. Qaldırdığınız təqdirdə növbəti rəqib olaraq özünüzü, yəni kimi görürsünüz? Rəqib burada mənim üçün iştirakçıların hər biri rəqibdir. Özü potensial rəqibdir, özü güclü rəqibdirlər. Hamısı güclü rəqibdir. Mən bunu deyib, əgər qaldığım təqdirdə, mən indi heç nə deyə bilmərəm. Biz bu dəqiqə burada oturmuşuq, Əzar mən. Bizim bugünkü burada uduşumuz yalnız ekran arxasında oturan bizə dəyər verən insanlardır. Yəni biz, onlar istəsə, yəni onlar bizi ya məni, ya xanı birinci edəcəklər. Yəni bu dəqiqə, yəni orada bir rəqəmlər var ki, adamı qorxudur, yəni belə baxanda, yəni bunun üstündən bizə söz demək düşməz açığı. Yəni yenə də təqdir ilahi, Allah bizə dəyər verən insanların ruzusunu başlarından töksün, Allah onların kəsələrinə bərəkət versin inşallah. Yəni 1000 qatı, milyon qatı artığını. Amma növbəti günün hələ ki öncələməyim də, yəni bunu biraz demək mənə düşməz hələ ki. İnşallah ki qalarıqsa hədəfimizi də açıqlayaraq. Təşəkkür edirəm. Biz nəyə görə verdim o suallar bəy? Xan dedi ki, yəni mən qaldığım təqdirdə mən tərlanı çıxardacağam. Ona görə o sualı verdim sizə mən. Mən anlayıram, xanın əvvəlki gündən xanın taktikalarını bəzilərini çözürdüm, bəzilərini çözmürdüm, bəziləri mən bunları çox yaxşı bilirdim, xan, sən özün də bilirsən, yəni mən hiss eləyirdim onları, yəni özünə də bəzilərini deyirdim, bəzilərini təbii ki, burada danışanda bilir nə danışır, bilir kimə nə deyir, biz də təbii ki bilir, mən xan kimi yox, biraz fərqli bir oyun aparıram, fərqli bir strategiyadır mən ki, mən çalışıram susaraq, yəni susub və sonunda qərar verim, çünki çox həssas bir dönəmlərdəyik bu dəqiqə, yəni elə bir andır ki, indi səhv etmək olmaz. Mənim üçün, mən belə düşünürəm, bu mənim fikrimdir. İndi səhv... Yox, mən heç kimin adını çəkməyəcəm, hər üç burada indi, yəni, əgər qalsam, İnşallah, yəni bilmək olmaz. Yəni Allah bilir nə olacaq sonda.